Benim için o birinci növbədə böyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. Əziz anam, şirin sözlü anam. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan öz doğmalarını öz qəlbində yaşadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Zərifə xanım çox sadə bir insan idi. Heç vaxt bürüzə vermirdi ki, Heydər Əliyevin, birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu, sadə insanların əhatəsində olurdu. Çox təvəzzükar idi. Bəziləri üçün o son, necə deyərlər, ümid yeri idi, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə gəlirdilər onun iş yerinə, müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə və o çalışırdı ki, hər kəsə köməklik göstərsin. Hər nəfəs çəkdim hədər, yetdim o sahə sənsiz. Nə qədər çox il keçsə də bu ikinin ağrısını, acısını bizim ailəmiz həmişə hiss edir. Və hesab edirəm ki, nəinki biz, mənim nəvələrim də, onların davamçıları da bu hisslərlə yaşayacaq və bizim hamımız üçün əziz, unudulmaz Zərifə xanımı həmişə qəlbimizdə yaşayacaqdır.